Oyunla bağlı zəhmət olmasa, ikinci fikirlərinizi bildirərsiniz. Yəni maraqlı oyun keçdi. Gözlədiyimizdən, yəni yaxşı rəqib idi. Bazardığımızı elədik, amma fikrimcə qələbə qazana bilərdik. Belə. Sizcə qələbə qazanmaq üçün nə çatışmadı? Məncə axırıncı, üçüncü zonada deyim, sonluq çatmırdı. O da inşallah gələcək oyunlarda məncə alınacaq. Qarşıda Macarıstanla oyundu. Oyundan gözləntilər nədir? Məşqçidən asılı, yəni məşqçinin tapşırıqlarını çalışacaq yerinə yetirək. Maksimum dərəcədə 3 xal qazanmağa çıxacaq Taporiya. Amma milli niyyətində bu cür müdafiə xətti ilə oynayacaqdır və altı bir komandalarda həmin tərzimizə uyğun yəni gələcəkdə bir fayda verəcək bir milliyə. Yəni mən deməyim düzgün çıxmaz, amma məncə yaxşı idi. Yəni rahat oynayırdıq, yəni arxadan oyunu qura bilirdik. Yəni məncə yaxşı idi. Bir komandada səfər oyunu stresi var mı? Yəni səfər oyunu heç ilə qayıtsaq da. Yəni şəxsən öz adıma deyə bilərəm, stres yox idi. Allah'a emanet kardeşim. Şəxsən öz adıma deyə bilərəm, stres yox idi, amma bazardığımızı elədik, yəni belə deyim. Yəni qələbə qazanmağa çıxmışdıq. İndi alınmadı. İnşallah gələcək oyunlarda qələbə qazanarıq. Bir-iki epizod oldu ki, sənə iradlarını bildir başlaşdı ikinci sezon. Əsas nə ilə bağlı idi o? Yox, orada oyun epizodu idi, yəni oyunu çevirməyimi tələb elədi məndən. Sadə oynamaq istədi. Yox, sadə oynamaq deməyim, Cinaha dəyişməyimi istədi. Yəni belə, yəni aqressiv bir şey yox idi. Oyun epizodu idi. Çox sağ olun. Sağ olun.